Tamam. Hər vaxtınız xeyir, abituriyyentlər. Bu günləri başlayırıq modelləşdirmədən mövzumuza, izahına, sualların izahına daha doğrusu ağac informasiya modeli ilə davam edək. Deməli, ağac informasiya modelim birinci sualdan başlayaq. Birinci sualda nə deyir? Bütün tilləri istiqamətlənmiş olan qrafa nə deyilir? Biz də bilirik ki, bütün tilləri istiqamətlənmiş düz xətt olan adlanır nə? Diqraf adlanır. Bir dəqiqə. Hı -hı. Qələmini seçək. Diqraf A variantı. İkinci sual, qrafın tillərinin sayını müəyyən edin. Qrafı çəkə bilərik, çəkmədən də tapa bilərik. Deməli, diaqonalın çəkirik. Əgər diaqonalın bütün elementləri sıfırdırsa və simmetrik qrafdırsa, baxıb görüm ki, A-dan C-yə var, C-dən A-ya var, B-dən C-yə var, C-dən B-yə var, hamısı var. Ona görə birlərin toplayıram. Bizdə neçə dənə bir var? 4, 4, 8 dənə bir var. 8 dənə birin yarısını götürürəm. Olur 4 dənə. A variantı. Əgər diaqonalın üzərində də hər hansı bir rəqəmlər olarsa, ona ayrıca olaraq diaqonalın üstünə gəlirik. Yəni, tutaq ki, burada da bir dənə bir olsaydı, burada da bir dənə bir olsaydı, o zaman 4 plus 2 götürərdim. Bizdə olmadığına görə nədə cavabı 4 kimi saxlayırıq. Üçüncü, yalnız kişilərin adlarının qeyd olunduğu nəsil ağacı verilmişdir. Ox işarəsi ilə atadan oğula tərəf yönəlir. Yavərin babasının qardaşı nəvəsinin adı nədir? Deməli, Yavərin Vaqif atasıdır. Fəyyaz babasıdır. Bizə deyir ki, Fəyyazın babasının qardaşı nəvəsi. Fəyyazın babasının qardaşı Rizvandır. Rizvanın övladı var, amma nəvəsi yoxdur. O zaman Rizvanda olmayacaq. Keçəcəyik Oruca. Orucun bir övladı Rizvandır, bir övladı Cəmildir. İndi Rizvanın övladı yoxdur ki, Orucun nəvəsi olsun. Ona görə Cəmilin övladı Əhməd deməli olacaq D variantı. Dördüncü. ABCDY F şəhərlərini birləşdirən yolların sxemi verib A şəhərindən F şəhərinə neçə yolla getmək olar? Demək, yol misallarını nə edirik? Başlanğıc olaraq oxun istiqamətinə üzrə nömrələyirik. Deməli, A-ya 1, 1, 1. Bundan sonra isə çıxışlara 1 veririk. Yəni, 1 deyəndə yəni sayın verir. B-yə neçə ox daxil olub? 1 qüvvətin, yəni çəkisini götürürük. 1. D-yə 1. Yox, əstəğfurullah. D-yə hələ Y-dən gələcək. C-yə neçəsi daxil olub? 2. Ona görə C-dən çıxan 2-dir. Y-yə 2 daxil olduğuna görə 2-lər xaric olur. D-yə 2 buradan daxil olur, 1 buradan daxil olur. O zaman 3 xaric olur. F-ə də 3 ilə 2, 5. Beşinci, qrafın matrisə çevirməsini soruşur. Baxaq görək, burada hərəsi bir tərəfə düşüb. Demə, burada nə edirik? Əgər yol varsa 1 yazırıq, yol yoxdursa 0 yazırıq. İndi ən azından A-dan B-yə, D-yə, C-yə yol var. Bəli, doğrudur. Onda bunları 1 yazılmalıdır. B-dən baxıb görürük. A-ya, C-yə, D-yə. O da doğrudur. C-dən baxıram ABD-yə, ABD-yə. D-yə baxıram DACK. D-də burada B-yə də yol göstərir. Bəli, doğrudur. A, K-nı göstərir, amma C-ni göstərmir. Baxın, D-dən C yol var. Onun üçün burada 1 olmalı idi. Ona görə A səhvdir. İndi burada yaxında olan Y variantıdır. Y-yə baxaq. Onsuz da ilk 3 hissəni tapmışdıq. Doğruydu. Amma burada bir dənə diqqətlə baxın. C-dən yanlışlıq verib. C-dən A-ya yol göstərib, amma C-dən B-yə yol göstərməyib. Bura 1 olmalıdır. Ona görə Y variantı da səhvdir. Daha sonra baxaq. D variantında da elə C-yə baxsaq səhvdir. C-dən A-ya yol göstərməyib. Yol var. Baxaq görək. Bunu da biraz kiçildək ki, bütün variantları görək. Aha. Sonra gəlirik nəyə? C variantına. C variantında baxaq görək. B ilə C-yə yol göstərib A-dan. Amma D-yə yol göstərməyib. Bura 1 olmalıdır. Onun üçün C də səhvdir. Onun üçün mümkün variantlardan sadəcə B qalacaq. Yəqin ki, B-də də problem
olmayacaq. D'də orada C-ni göstərməmiş, göstərib. Y-dən də K-ya yol var. K-dan da D-dən Y-yə yol var. Deyən baxaq. Aha, Y-dən bir dənə K-ya yol var. K-dan da D-dən Y-yə. Deməli, doğru cavab olduğuna B variantı doğru cavab idi. Hansı varsa 1, hansı yoxdursa 0. Altıncı sual. Baxaq görək altıncı sualda nə deyir? Yolların sxemi verilib. Hər yol yalnız bir yola getmək olar. A-dan K-ya. Yenə çıxışlara 1 yazırıq. A-dan çıxışlar 1. B-yə biri daxil olub 1. Daha sonra C-yə biri daxil olub 1. F-ə neçəsi daxil olub? 1, 1. İkisi daxil olub. H-a neçəsi daxil olub? 2, 1, 1. 4-ü. Ona görə 4-lər bura gələcək. D-yə biri daxil olub deyə. Birlər xaric olur. C-yə 2, 4, 6-sı daxil olub deyə. 6-sı xaric olur. J-yə də 6-sı. I-yə baxaq. I-yə ən son daxil olan 6-dır, 4-dür, 1-dir. Yəni 11-i xaric olur. Y-yə də biri daxil olsa biri xaric olur. Və K-ya neçəsi daxil oldu? 6, 11, 1, 1. Ən sonuncu xəttləri götürürük. Yəni hər bir təpədən. Bu da eləyəcək 6 plus 11 plus 1 plus 1, 19 A variantı. 7-ci sual. A-dan elə, yenə eyni sualdır. O zaman 1, 1, 1, 1. Y-yə daxil olan nə qədərdir? 1 dənə deyək. 1 də xaric olur. B-yə daxil olan 1-dir. C-yə ikisi, D-dən gələn var. Burada gələn var deyə D-ni gözləməliyəm. D-yə ikisi daxil olub deyə. İkisi xaric olur. C-yə 2, 1, 1. 4-ü daxil olub deyə. 4-ü xaric olur. F-ə 5-ə daxil olub. 5-i də xaric olacaq. Bura 1-i daxil olub. İndi gəlir 1, 1, 2, 4, 5. C-yə daxil olanlar. Saysaq 1, 1, 2, 4, 4, 8, 13. O zaman 13'ü xaric olar. İ-yə 5, 13, 1. 19'luq daxil olub. O zaman hər birinin 19'u. Burada onda 19 olacaq. Onda yekunda elə neçəsi daxil oldu? 19, 19, 19. Bu deyir 57. 8-ci sual. 1-dən 7-yə yenə neçə müxtəlif yolla getmək olar? 1, 1, 1. 2-yə 1, 1. 3'ə ikisi daxil olub deyə 2, 2, 2. 4-ə 1, 2, 3'ü daxil olub deyə 3. 6-ya, 5'ə baxaq. 1 ilə ikisi daxil olub deyə 3. 6-ya 3, 3, 2. 8-i daxil olub deyə 8. Yekunda da 8-dən 3, 11. B variantı. 9-cu sual çəki matrisini göstərilib. Yenə diaqonalın üzərində qiyməti yoxdur. Baxıb gör ki, hamısı simmetrikdir. Simmetrikdirsə, onda qiymətlərin cəminin, yəni sayının yarısı. Tillərin sayını soruşanda üstündə çəkilər toplanmır. Sayılar toplanır. 1, 2, 3, 4, 5 və yaxud belə də baxa bilərik. Diaqonalın bir tərəfində olan çəkilərin sayı qədər. 1, 2, 3, 4, 5, 6. Deməli 6 dənədir. D variantı. 10-cu. 1-dən 7-yə 4 və 5-dən keçməmək şərti ilə. Keçməmək deyəndə isə həmin belə deyək, təpələrə daxil olanı da bağlayırıq. Xaric olanı da bağlayırıq. Yəni o təpələr yoxdur. Yox kimi görürük. Rəngi dəyişək, davam edək. İndi başlayırıq yenə 1, 1. İndi 4 lazım deyil deyə mən ümumiyyətlə bunlara baxmayacağam. Buna da baxmayacağam. İndi 2-yə 1-i daxil olub deyə 1, yəni baxmayacağım, yəni nəzərə alınmır. O xəttlərin heç biri nəzərə alınmır. Daha sonra 3-ə ikisi daxil olub deyə 1, 1. İkisi də xaric olacaq. 2 də bura gələcək. Olacaq yenə neçə? 2. Həqiqətən 1, 2, 3, 6, 7 gedə bilərəm. Və yaxud 1, 3, 6, 7 gedə bilərəm. Olur A variantı. 11. 0,4 7 rəqəmindən istifadə etməklə rəqəmləri təkrarlanmayan neçə müxtəlif 3 rəqəmlə də düzəltmək olar. İndi biz bunu deməli, rəqəmləri təkrarlanmayan deyirsə, biz onsuz da 3 rəqəmimiz varsa, əvvəldə biz ikisini yaza bilərik. Yəni 4 ilə 7-ni. 0 əvvəldə yazılmaz. Gəldik növbətiyə.
0,4,7-dən tutaq ki, mən 7-ni yazmışamsa, artıq məndən ortaya 0 yaza bilərəm, axı ortaya baxıram. Onca 2-yə yenə 2 dənə rəqəmim qaldı. Tutaq ki, 1-in yazdım, 1 qaldı. Bunların da hasılı nə edir? 4. Deməli, hansı ədədlər olarla biz seçib əmin də olaq. 407, 470 və 470, 704, 740 rəqəmləri təkrarlanmayan. Ancaq bu formada düzəltmək olar. 12 yenə eyni tip sual tipidir. A-dan C şəhərinə C-dən keçməməklə ən qısa yolu tapaq. Bir baxaq görək. A-dan C şəhərinə, C şəhərinə daha doğrusu, amma C-dən keçmirik. O zaman C-dən keçmiriksə, bu yolların heç birini götürmürəm. Yəni, bura yoxdur. Bu formada baxıram. İndi A-dan C-yə necə gedərik? Baxaq görək. Tutaq ki, belə gedə bilərik. 2, 7, 5. Yəni, yolun uzunluğunu tapanda. A, B, K, C. Bu da gəlir 2, 7, 5, 14. Başqa cürə necə gedə bilərik? A, D, Y, K, C getsə 3, 6, 1, 5. Bu ilə də necə? Bu formada getsə 15 eləyər. Bizə ən kiçik lazımdır. Sonra buradan AB bu formada getsək, AB 2, B-dən F-ə 10, 12, 6 gəlsəm 18, 4, 5 getsəm 21. Deməli, ən qısa yol nə olur? 14 olur. D variantı. 15. Yenə neçə müxtəlif yol deyirsə üstünə qiymətləri yazırıq. 1, 1 nömrələyirik. 1, C-yə 1-lər gəlir. B-yə 1-i daxil olub deyə 1-lər xaric olur. D-yə baxıb görürəm ki, nədir? Bu daxil olur, bu daxil olur. 3 daxil olursa 3 xaric olur. Y-yə daxil olan hansılardır? Biri budur, 3-ü budur, biri budur. Bu deyir 5. F-ə daxil olan 6-dır, 5-dir. Buradan da gələn yenə 1-dir. Deməli, 6, 5, 1 neçə eləyir? 12. 14. A-la F arasındakı ən qısa yol. Əgər bunu belə deyək, bu tipli sualların cədvəldən birbaşa tapmaq olursa, yəni tapa biliriksə, cədvəldən tapırıq, tapa bilmiriksə, bunu hökmən qrafın qurmalıyıq. Onda isə daha dəqiq formada tapmaq olar. İndi belə gedəmək olur. A-dan B-yə gedərik, yəni bir-bir bu yolları düşünərik. A-dan B-yə, sonra B-dən Y-yə, Y-dən də F-ə. Dəqiqə. Zəng gəlir. Davam edək. Deməli, A-dan B-yə gedə bilərik. 4. Daha sonra B-dən Y-yə gedə bilərik. 1. Y-dən də F-ə gedərik. 2. Bir dəqiqə. Aha. Sonra başqa görək. Necə gedə bilərik? Digər yollarla baxsaq. Başqa biz oradan A-dan tutaq ki, C-yə gedə bilərik. 2. C-dən D-yə gedə bilərik. D-dən Y-yə, Y-dən F-ə. A-dan C-yə, D-dən Y-yə, Y-dən F-ə. Bu da 3, 3, 2. Bu ən azından şey eləyir, 10 eləyir. Biz burada isə 7 alınmışdı. Demək, bu ola bilməz. Daha sonra A-dan C-yə gedərik. C-dən Y-yə gedərik. Y-dən də F-ə gedərik. 3. A-dan C-yə da 2. C-dən Y-yə 4. D-dən Y-yə. Hə, Y-dən də F-ə 2. Bu da 8 eləyir. Deməli, bizim yenə ən kiçik alınmadır. Başqa necə getmək olar? A-dan yenə B-yə, B-dən C-yə, C-dən Y-yə, Y-dən F-ə. Bu isə A-dan B-yə 4,
B-dən C-yə 7. Yəni bu artıq avtomatik aşır. Deməli, ən kiçik yol ilə nə imiş? 14 imiş. Y-yə 7 imiş. 14-cü sualda. 15-ci suala baxaq. Yol xəritəsi qraf şəklində göstərilib. Ə, Heç bir şəkildə, yəni buradakı heç qraf nömrələmə ilə buradakı eyni deyil. D ilə G arasındakı yolun uzunluğunu soruşur. Şəkili biraz yaxınlaşdıraq. Hı -hı. Demək, bu tipli suallarda nə edirik? Məntiqi cəhətdən buradakı qrafla buradakı əlaqələri, yolları əlaqələndirməliyik. Həmçinin necə başlayırıq? Bizdən desən D ilə G istəyir burada. Yəni, baxaq, D ilə G. Bəli. Deməli, bu tipli suallarda ən çox, yəni xəttdə olan, ən çox til olan nöqtəni tapırıq. Baxıb görürük ki, 1, 2, 3, 4, 5. C-nin 5 dənə tili var. Onda qabağında 5 dənə rəqəm olan hansıdır? Dördüncü sətir. Deməli, 4 nə imiş? C imiş. Daha sonra heç bir təpəsi olmayan, yəni ən az olan axtarırıq. A-dır. Bir dənə qabağında qiymət olmalıdır. Qarşısında bir dənə qiymət olan hansıdır? 3-dür. Deməli, A da 3-dür. Biz indi baxaq görə başqa nəyi tapa bilərik? 4 dənə olanı tapa bilərik. Yəni 1, 2, 3, 4. Bundan B-dən başqa 4 dənə olan yoxdur. Yəni rahatlıqla tapa bilərik. Ona görə qarşısında 4 dənə qiymət olan 6-dır. Deməli B olacaq 6. Daha sonra baxaq görək nələrə axtara bilərik. E, C ilə D-nin hər ikisinin 2 dənə yolu var. Buradan baxıb görürəm ki, mən B-ni də tapmışam, C-ni də tapmışam. Deməli, o C-nin əlaqədə olduğu hər iki təpəni tapmışam. Onda o 2 dənə qiyməti olanlardan görək hansılar həm B, həm C-nin əlaqəsi var. Baxıb görürəm 1 1-dir, 1 2-dir. 2 dənə olanlar. Qarşısında 2 qiymət olanlar. Baxıb görürəm ki, birincinin bir C ilə əlaqəsi var, amma yəni 7-nin əlaqəsi yoxdur. Deməli, əlaqəsi olmayan D-dir də elə. Onda belə çıxır ki, 1 D-dir. Həm B-nin, həm C-nin əlaqəli olanda olur C. Bizə də elə D ilə C-ni soruşur. D ilə C arasındakı məsafədə olan kəsməsində olan qiymətdir. Olur A variantı. 16. Yenə ən qısa yolu soruşur. A ilə F arasında. Aha. Yenə bunu da A-dan B-yə götürsək 2, B-dən Y-yə götürərik yenə. B-dən Y-yə 7, Y-dən dəfə 2. Hələ ki 11-i tapdıq. Görüb başqa nə götürə bilərik? A-dan B-yə 2, sonra B-dən C-yə 1, C-dən Y-yə 4, Y-dən dəfə 2. Bu neçə elədir? 9 elədir. Deməli 11 getdi. Ən qısa hələ ki 9 tapmışıq. Daha sonra A-dan C-yə, C-dən Y-yə, Y-dən F-ə. 4, 4, 2. Bu 10 eləyir. 9-dan düşmədi aşağı. Deməli, doğru deyil hələ ki. Daha sonra başqa nə tapa bilərik? A-dan B-yə gedə bilərik. Yəni, bu ancaq seçim məsələsində məntiq cəhətdən tapmalıyıq. B-dən sonra C-yə gedərik. 1, 2, 1. Sonra C-dən D-yə gedərik. 4. D-dən Y-yə gedərik. 3, Y-dən dəfə gedərik 2. Bunu ilə toplasam neçə eləyir? 12 eləyir. Deməli, bu da deyil. Onda belə çıxış ilə məntiqi cəhətdən burada ala biləcəyimiz ən kiçik qiymət neçə oldu? E, 9 aldıq da. Deməli, onda burada cavabın 9 olduğunu deyə bilərik. Keçək növbəti suala. Burada cavab oldu 9.
Ya da bunun şəklini çəkərik. İndi növbəti suallarda baxarıq. Şəkildə çəkərik. Çəkim matrisinə uyğun olan qrafı müəyyən edin. A-dan B-yə məsafə 5-dir. A ilə B arasında məsafə heç burada verməyib. A-dan B-yə məsafə 2 verib. Deməli, ümumiyyətlə bunlar səhvdir. A ilə B variantı. Sadəcə bu şəklin yarısı orada düşüb, yarısı burada. Daha sonra A'dan B'ye 5 ödəyir C variantında. A'dan C'ye 3. A'dan C'ye 3 ödəyir. Sonra B ile C arasında mesafe 4 ödəyir. B ile D arasında mesafe 2 ödəyir. Və C ile Y arasında mesafe 3. Deməli, burada C variantı doğru cavab imiş. Ödədim. 18. İndi bunu qrafın qurmaq qurmalıyıq. E, nə deyir burada? Deyir ki, şərtdə. Hı -hı. 18-də. A-dan F-ə qədər məntəqələr arasında yolları verib, yol qiyməti olması, yolun olmaması deməkdir. B-dən keçməmək şərti ilə e, B-dən keçməmək şərti ilə deyirsə, istifadə edərək tapa bilərik. Yəni biz B-ni heç birini götürmürük. Yəni bunlar mənə lazım deyil. B-dən keçməsin, B iştirak etməsin. Bu en kiçik yolu tapaq. A ilə F arasında. A-dan F-ə birbaşa 16-dır. Bəlkə də ən kiçik budur. Onsuz variantlarda yoxdur, bu ola bilməz. Daha sonra A-dan C-yə gedərəm. C-dən D-yə gedərəm. D-dən də F-ə gedərəm. A-dan C-yə 4, C-dən D-yə 3, Y-dən də F-ə 3. Tapdım 10. Ola bilər, indi keçək başqa görək. Necə tapa bilərik? A-dan D-yə, D-dən F-ə. Bu elə 11 eləyir. Bu olmadı. A-dan C-yə, C-dən D-yə olsa bir yol, başqa yol yoxdur. D-dən Y-yə, Y-dən də F-ə. Deməli, A, C, D, Y, F. A-dan C-yə 4. C-dən D-yə 3. D-dən Y-yə 5. Y-dən də F-ə 5. Buyurun ki, 17. Deməli, bu da ola bilməz. Elə belə çıxır ki, ən kiçiyinci olacaq. 10 olacaq. Mesela olar Y variantı. Burada da 17-ci sualda. Keçək 18-ci suala. Daha doğrusu bu neçənci sualda? 18-ci sual idi elə bu. 18-ci sualı tapdıq. Keçək 19-cu suala. Yenə eyni sualdır. Eyni tip sualdır. Bizdən A ilə F arasındakı ən qısa yolu soruşur. İndi bunun görə cədvəlini çəkək burada. Deməli, A qrafı çəksək. Tutaq ki, A ilə B arasındakı məsafə 5-dir. Daha sonra A ilə D arasında 12-dir. A ilə C arasında 25-dir. Daha sonra B ilə D arasında 8-dir. C ilə D arasında. İndi buralarda bir C nöqtəsi var. C ilə D arasında 2-dir. C ile Y arasında. Buralarda bir Y noktası var. 4'tü. C ile F arasında. Daha çok burada bir F var. 5'ti. C ile C arasında 10'du. D'den hiçbirine yol yoktu. Yani özümden sonrakiların. Daha sonra Y'den C'ye yol var. 5. F'den C'ye yol var. 5. Mesela bitti. İndi deyir A'dan CF'ə ən qısa yol. Rəngi dəyişək. A'dan F'ə ən qısa yol necə taparıq? Baxaq görək A'dan B'yə gedərik və yaxud A'dan D'yə gedərik 12. D'dən C'yə gedərik.
A-dan D-yə, D-dən C-yə 12, 2. C-dən F-ə. Bu da 5. Yəni bu formada. 12, 2, 5. Bu da edir 19. Başqa görək necə gedə bilərik. A, B, D, C, F gedə bilərik. Burada artıq 5, 8, 13 eləyir. 2, 5. Deməli A, B, D, C, F getsə bu olacaq 20. Amma bu olmadı. Daha sonra ona belə çıxır ki, ABD-dən 18-dən aldı biz C-yə gəlməliyik. ABD-dən C-yə gəlməkdənsə AD-dən C-yə gəlmək daha sərfəlidir. Ona görə ABC-dən istifadə eləməyəcəyik. Daha sonra ADC yolundan hara gedərik? Gedərik C-dən Y-yə, Y-dən G-yə, G-dən F-ə. Burada 4, 10 ilə bura 4, 5, 5. 14 eləyir. Buradan da 14, 28 eləyəcək. Deməli, biz ən qısanı axtarırıq. Bu yoldan getmək sərf eləmir, elə 14 edir ən azı. Daha sonra buradan getsək 15. Buradan da bura getmək 15'dir. Burada da 14'ümüz var. 20. Deməli, ən qısa yol neymiş? 19 imiş. 20. Yenə ədədin olmaması məntəqələr arasında birbaşa yolun olmaması deməkdir. Yenə eyni sualdır. Ən qısa yol soruşur. A-dan F-ə. A-dan baxaq görürüm ki, B-yə 3'dür. B-dən C-yə 4'dür. C-dən indi biz Y-yə gedərik. Yenə 4. Y-dən də F-ə gedərik 2. Buna toplayanda neçə edir? 13. Sonra baxaq görək. Biz elə A-dan C-yə gedərik. A-dan B-yə, B-dən C-yə gedənə qədər elə birbaşa A-dan C-yə gedərik. Ha, burada 2 deyə bu dəqiq. A-dan B-yə 3, hə bu 4. 4'dür, düzdür. A-dan C-yə gedərik 2. C-dən Y-yə gedərik. Y-dən də F-ə gedərik. A-dan C-yə 2. C-dən Y-yə 4. Y-dən də F-ə 2. Bu deyir necə? 8. Demək bu getdi. Başqa görək necə gedə bilərik. Ümumiyyətlə F-ə bir dənə hardan gedir? Y-dən gedir. Hökmən F-dən əvvəl Y olmalıdır. Y-yə başqa hardan gəlir? B-dən gəlir. D-dən gəlir. C-dən gəlir, D-dən gəlir. Ən qısa deyilsə Y-ni götürüb B-ni götürərəm. Deməli 2, 2. B-yə də A-dan gedir. Gedə bilərəm. 3. Deməli A, B, Y, F. Bu da elə də 7. Başqa görə necə gedə bilərik? Vəssalam. Elə ən qısa yol bu olacaq. Olur Y variantı. 21. Sıfırların sayını tapın. Sıfırların sayını tapanda qısa yol heç qrafı qırmağa ehtiyac yoxdur. Matrisi. Verilən təpələrin sayından, yəni kvadratından 5'in kvadratı. Çıxırıq tillərin sayının 2 misli. 3, 3, 6, 6'ını da burada 2'yə. 12, 25'dən də 12 çıxacaq. 13. Əgər ilgək olsa, məsələn, ilgəklər, o zaman ilgəklərin sayının özü çıxılır. 2 misli çıxılmır. Tutaq ki, bir 2 dənə də ilgək olsaydı, o zaman 5'in kvadratından çıxacaqdıq 6 dənə 2, bir də çıxacaqdıq 2. 2 dənə 1. Yəni özünü çıxacaqdıq. Burada da cavab olacaqdı 11. Əgər ilgək olsaydı. İlgəklərdə 1 götürülür. Amma digərlərində 2, 2 götürülür. 22. Deyim bu nəsil ağacına görə hansı daha doğrudur? Yuxarıdan aşağı nəsil ağacına getsək, onda atası Hüseyn olan kimlərdir? Atasının Hüseyn olan Kamildir, Hüseyn Asimdir, Səlimdir. Deməli Hüseynin 3 dənə oğlu var. Kamil, Səlim, Asim. Belə A variantı ilə uyğun gəlir. Kamil, Səlim, Asim. Daha sonra atası Səlim olan Eltacdır. Deməli Səlimin övladı Eltac olmalıdır. Halbuki doğrudur. Kamilin övladı Emir olmalıdır. Doğrudur. Hüseyni yazmışıq. Eltacı yazmışıq. Hə. Yox, Eltacı indi yazırıq. Atası Eltac olanda Orxandır. Həqiqətən Orxandır. Hüseyni də yazmışıq. Deməli A variantı
Doğruymuş. 23. Nəticələrine baxmağa ehtiyac yoxdur. Yenə sıfırların sayını tapaq. Bu özü imtahana düşmüş. Sualda sıfırların sayını tapanda nə edirik? Yenə təpə nöqtələrin sayı kvadratından tillərin sayını ikimisini çıxırıq. İlcək yoxdursa. İndi sayaq 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15. 15 dənə kənarda təpə nöqtəsi var. 5 dənə də çətir. Demək bizim ümumi 20 dənə təpə nöqtəmiz var. O zaman 20'nin kvadratından çıxırıq. Tilləri saymalı yerində. Onu da başqa bir rəngdən sayaq. Tilləri birinci öz aralarında sayaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15. Sonra 16, 17, 18, 19, 20. İndi 20 dənə var. Baxın görürüm ki, buradan da təpələrdən də 5 dənəsi bura gəlir. 1, 2, 3, 4, 5. Olur neçə? 25, yəni 15 plus 5 plus 5. Bir də bu xəttlər qaldı. 1, 2, 3, 4, 5 plus 5. Demək toplam bizim neçə dənə oldu? 30 dənə tilimiz oldu. O zaman 20'nin kvadratından 2 vur 30'u çıxırıq. 400'dən də 60 çıxsaq 340. 24-cü sual. A şəhərindən P şəhərinə K-dan keçmədən A-dan P-yə K-dan keçmədən deyəndə nə edirdik? K-ya daxil olanda bağlayırıq, xaric olanı da bağlı. Yəni K hissəsi yoxdur. Biz bu hissəni görmürük. Yəni başlayırıq davam etməyə. İndi rəngi dəyişək. Deməli, yəni həm normal şəkildə başlayırıq tapmağa. 1, 1, 1. B-yə 1 daxil olub, C-yə 1 daxil olub, D-yə 3 daxil oldu. 3, 3. F-ə 1 daxil olub. 1, 1, 1. C-yə, E-yə qalıb burada. Y-yə 4 daxil olub. O zaman C-yə 4, 3, 1. Neçəsi daxil oldu? 8-i daxil oldu. 8-i xaric olacaq. H-a 4-ə daxil olub. Daha sonra i-yə 1-i daxil olub. 1-i xaric olacaq. Gəldik J-yə. Yəni biz Y-dən buradan çıxanı bağlamışıq, buranı bağlamamışıq. Yəni bunlar aktivdir. Düşürük aşağı. J-yə neçəsi daxil olub? 4, 8, 1, 1. Bunu toplasaq neçə eləyir? 16 eləyir, eləmi? 14 eləyir. Deməli, burada 14 yazılır. Burada 14 yazılır. Dəqiq yaxşı düşmədi o. Burada 14. Elə neçəsi daxil oldu? Elə 14, 1. 15'i daxil olub. O zaman 15, 15. M-ə 15, 14, 29'u daxil olub. O zaman 29'u xaric olur. O-ya 15 ilə 29 daxil olub. 44. Bu da 29. P-yə toplam neçə daxil oldu? 44 ilə 29'un da cəmi 73. 25-ci sual. 25-də isə deyir ki, M-dən keçmədən, amma L-dən keçərək. O zaman M-dən keçməyərək dediyinə görə M-ə daxil olanları da, xaric olanları da bağlayırıq. Yəni M yoxdur. Bu hissə yoxdur. Sonra deyir ki, eldən keçərək. Hökmən eldən keçməlidir. Yəni eldən keçərək deyirsə, o zaman eldən keçməyənləri də bağlamalıyıq. Yəni eldən, yəni mən O nöqtəsinə getmək üçün, P nöqtəsinə getmək üçün, məsələn, buradan gəlib keçə bilmərəm. Çünki bu eldən keçmir. Mən ancaq bu xətti bağlayıram. Onsuz bura N-ə bağlamağa ehtiyac yoxdur. Çünki bura daxil olmayacaq. N-ə daxil olmayacaqsa çıxdı, xaricdə olmayacaq. Amma K-nı bağlaya bilmərəm. Çünki K-ya gəlib K-dan L-ə gedə bilər. Yəni bir buranı bağlayırıq, L-dən keçməyən, bir də M-ə daxil olanları bağlayırıq. Sonra başlayırıq yazmağa yenə. 1, 1, 1. B-yə 1, 1. 1, 1. C-yə 3 daxil oldu. 3, 3. Y-yə 4 daxil oldu. 4, 4. F-ə 1 daxil olacaq C-dən. 1, 3, 4. Bu neçə eləyəcək? 8. F-dən 8-i çıxacaq. Daha sonra i-yə neçəsi daxil olacaq? Hələ J-dən də var. 1, 1. i-yə deməli
Bir dakika, burada biz e, şərtdə nə deyir? M-dən keçmədən deyir. Hə. İ-yə nəsəsi daxil olacaq? 9-u. O zaman bura 9 edəcək, amma heç bir mənası yoxdur, çünki bura keçmir. İ-yə nəsəsi daxil olur? 9-u yazdıq. K-ya 1-i. Bu neçə olduğunda 10. Elə 10'u daxil olur. O zaman 10'u xaric olacaq. 10'u buradan gələcək. Toplam neçə olacaq? 20. Ən sondakıları götürəcəyik. Keçək növbəti suala. 26-cı sualdan. Davam edək. 26 nə deyir? Şəkildə yenə eyni sualdır. A-dan P-yə, i-dən keçib L-dən keçməyə. O zaman eyni qaydada biz i-dən keçib L-dən keçməyən deyirsə, L-ə daxil olanı da bağlayırıq, xaric olanı da bağlayırıq. Yəni L bizə lazım deyil bu formada. Və i-dən keçən deyir. O zaman i-dən keçməyənləri də bağlayırıq. Baxıb görüm ki, buradan gəlib i-dən keçəcək. Yəni i-dən gəlib burada gedəcək. Burada gedəcək. Buranı da saxlayıram. Amma buranı saxlaya bilmərəm. Çünki bura gəlib bu formada getsə, i-dən keçməyəcək. Ona görə bu hissələr bağlandı. Yerdə qalanları isə artıq hesablayıram. Yenə başlasaq. 1, 1, 1, 1, 1. Burada 1, 1. C-yə 3'ü daxil oldu. 3, 3. C-yə 1'i daxil oldu. 1, 1. Burada 1. Çünki J-yə gedəcək buradan bu formada. İ-yə də doğrusu. F-ə nəsə Y-ni bilməliyəm. Y-yə 4, 4. F-ə nəsəsi daxil olacaq? 8. İndi i-yə neçəsi daxil olacaq? Biri buradan, 8'i buradan. O zaman bura 9 yazılacaq. H-a 9, 4, 13 yazılacaq. O zaman i-yə burada 9 yazılacaq. Çünki i-dən çıxır. M-ə toplam neçəsi daxil olacaq? 22'si. O zaman burada 22. Burada 22. Vəssalam. Başqa da yol yoxdur. Ona görə 26'nın da cavabı olacaq C variantı. Keçək. Yəni, baxaq görək bəlkə hardasa yanlışlıq eləmişik. Onu düzəldək. 26-cı sualda. Görək harda problem var. Düzəldək onu. Birlər verib vermişik 2, 1, 3, 3, 3. Bura 4, 4, 3, 1. 8. Buradan gələcək. İyə. Hı -hı. 9. 9'dan gələcək. Ha, bir dəqiqə buradan. Deməli, biz buranı götürə bilmərik. Haranı? Bu hissəni. Niyə? Çünki buradan gələcək, M ilə keçəcək, yəni i-ni görməyəcək. Ona görə bu hissə bizə lazım deyil. Çox maraqlı sualdır. Bax, bu hissə bizə lazım deyil. Çünki bizə ancaq buradan gəlib gedən lazımdır. Ona görə biz buranı neçə yazacağıq? Burada 9 yazacağıq. 9. 9'a 9. 18. O zaman 18, 18. B variantı. 27-ci sual belə bir yenə qraf verib. Buna uyğun tapmalıyıq. Tapaq. Yenə ən çox olanı tapırıq. 1, 2, 3, 4, 5 dənə təpəsi olan 3'dür. 5 dənə qiymi, yəni B-dir. O zaman 3'ə B yazırıq. Daha sonra 4 dənə olan D-dir. 4 dənə olan harda var? Baxaq görək. 4 dənə olan 7'də var. Buna 7 D-dir. Biz elə B ilə D-ni soruşur. Yəni o zaman bununla buranın kəsməsi nə olacaq? 17. Belə birincidən alındı. Bu tipli suallar bəzən elə birinci cəhdə alınır, bəzən isə bir neçə dəfə gedə bilər. 28 yenə eyni tipdir. Deməli, 5 dənə təbəsi olan D-dir. O zaman 5 dənə qiymət olan 1'dir. 1'ə yazdıq. Daha sonra baxaq görək 4 dənə olan F-dir. 4 dənə olan hansı var görək? 4'dür. O zaman 4'ə F yazırıq və sonu.
D ilə F-i soruşur bizdən. D ilə F-ə nə düşəcək? 27 A variantı. 29 yenə. Eyni sualda bu dəfə B ilə D-ni soruşur. Yenə ən çox təpəsi olan C nöqtəsidir. Ona görə C-yə 5-dir. 5 dənə olan hansıdır? M6-dır. C. Daha sonra 4 dənə olan Y-dir. O zaman Y-yə yazırıq. Yəni daha doğrusu 4 dənə olanı yazırıq. Y. M4'dür bu. M4. Bizdən B ilə D-ni soruşur. Yəni buranı soruşur. İndi girə ondan ötürü digərlərini tapaq. Baxaq görək başqa nəyi tapa bilərik? Hə, başqa yenə varmı? Yeni tapmışıq. C-ni tapmışıq. Üstənəlini tapa bilərik. Üstənəllərdən və iki dənələrdən görək nəyi tapa bilərik. Deməli, iki dənələrdən belə tapa bilərik ki, bir B var, iki A var, bir C var. C ilə əlaqəsi olan iki dənəli A-dır. İndi C ilə əlaqəsi olan iki dənəli görək harda var? D bu. İki dənə qiymət olan. Ona görə belə çıxır ki, M5 A-dır. A da biri C ilə kəsirsə, digəri B-dir. O zaman A-nın digər kəsdiyi element biri C-dirsə, digəri B-dir. M3 B-dir. İndi biz D-ni axtarırıq. B-nin də kəsdiklərindən biri A-dır, biri C-dir, biri D-dir. O sonuncu bəllidir. B-nin kəsdiklərindən biri A-dır, biri C-dir, digəri D-dir. Ona görə M7 olacaq D. İndi B ilə D-nin kəsməsi neçədir? 11-dir. Vəssalam. Keçək 30-cu suala yenə. Eyni sualda D ilə yeni soruşur. Ən çox təpəsi kəsməsi olan, yəni qolu olan D təpəsidir. 5 dənə olan M7-dədir. Onun üçün M7-yə D yazırıq. Daha sonra olan 3 dənəli var. 3 dənə olan bir dənə A-dır. 3 dənə olan ona M6-ya A yazırıq. Bizdən D ilə yeni soruşur. Y buradadır, D buradadır. Onsa D-ni tapmışıq. Y-ni tapmalıyıq. İndi baxaq görək. E, iki dənələrdən demək olar ki, hamısı. Hə, iki dənələrdən bir diqqətlə baxsaq. C də D ilə kəsir, F də D ilə kəsir, C də D ilə, amma B D ilə kəsir. O zaman iki dənələrdən D ilə kəsməsi olmayan, D ilə kəsməsi olmayan, yəni 7 ilə kəsməsi olmayan. Burada kəsməsi olmayanlardan bir budur, bir budur. Özü ilə olsa kəsməsi yoxdur. Deməli M4 nədir? B-dir. İndi M4'ü tapdıqsa B, Y-ni tapa bilərik. Çünki B olsa biri A-dan kəsir. Onu tapmışam. Biri A-dan kəsir M6, digəri isə Y-dir. Ona görə M5 də nədir? Y-dir. İndi Y ilə D-nin uzunluğunu soruşur. Y-dən D-yə qədər nə qədərdir? Y-dən D-yə qədər. De bura. 12 D variantı. 31. Yenə eyni tip sualdır. A şəhərindən M şəhərinə neçə yol var? Nömrələyəcək üzərində. 1, 1, 1, 1. Y-yə çıxanlara 1. D-yə 2. Daha sonra C-yə daxil olan 3, 3, 3. B-yə daxil olan 4, 4. Burada 4, 4. H-a daxil olan 3, 2, 1. Neçə edir? 6 eləyir. O zaman 6'lar çıxır. F-ə daxil olan 6, 3, 4, 4, 17. O zaman 17 yazılır. J-yə daxil olan 27'dir. O zaman burada 27, burada 27 toplam ən sonuncuları götürsək 81 olar. 32. Şəkildə ABCD-F şəhərlərini əlaqələndirir. Yenə eyni sualdır. A şəhərindən başlayaraq F-dən keçmə. F-dən keçmək nə deyirsə, o zaman F-dən keçməyənləri götürmürük. F-dən keçməyən hansıdır? Baxaq görək. Bu yoldur. Yəni bu yol bizə lazım deyil. Daha sonra bir də bu yoldur. Yəni heç vaxt F-dən keçmir. Gəlir bu tərəfdən gedir. Qalanlar isə bütün yollar F-dən
gör görüntü etibariyle keçəcək. İndi yenə başlayırıq. Bir 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 nömrələyirik. Bura bir bir D-yə 2-lər. Sonra C-yə 3-lər yazırıq çıxanlara. G-yə 4 4. Burada 4. Daha sonra gəldik H-a. 1 2 3 6. 6 3 4 4 17 deyir. O zaman burada 17, 17, 17. Buralarda 17 olsa yekunda neçə olar? 51 olmuş olar. 33 AQE hərflərindən ibarət və saitlə başlayan neçə 5 hərfli söz düzəltmək olar və təkrarlama da mümkündür. İndi bizim 5 dənə o zaman hərfimiz ola bilər. 1, 2, 3, 4, 5. Mən A-yə, Y-yə ancaq saitlə başlayırsa, deməli ancaq mən 2 dənə hərf yaza bilərəm. Digərlərinə isə hamısını yaza bilərəm. Çünki təkrarlanma olar. Bu da edəcək, hamısını bir-birinə vursam, 81 buraya gedir. Bu da 2-yə vursam, 162. 33-cü sual. Y variantı. Sonra keçək növbəti 34-cü suala. Baxaq görək, hə. E, Növbəti sualda nə deyəcək? 34 yenə eyni tipli sualdır. F-dən H-a qədər yol soruşur. Yenə ən çox təpəsi olan Y nöqtəsidir. 4 dənə qiymət olan M8 Y-dir. Daha sonra 3 dənə qiymət olan 3-dür, 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 3-dür. İndi burada 4 dənə 3-lər var. Bilmirik hansını götürək. 2 dənə olanlardan baxsaq, C var, D var, H var. C-ni tapa bilərik rahatlıqla. Çünki C-nin birləşdiyi hər iki qol 3 dənəlidir. Yəni 3 dənə oxu var. Onca 2 dənə olanlardan. Baxaq, bunun tutaq ki, M2-nin kəsməsi nədir? M1-dir. M1-in 3 dənə qiyməti var, bəli. M3-ün də 3 dənə qiyməti var. Deməli, M2 nə imiş? C imiş. Daha sonra F-i tapa bilərik. F-in 2 dənə qolunu bilirəm. C ilə Y-sini bilirəm. F-in 2 dənə qol varsa C ilə Y. İndi baxaq, həm C ilə, həm Y ilə kəsişən 3 dənəli hansıdır? Deməli, M2 ilə M8 ilə eyni anda kəsişməsi olan M6-dır və digər qolduğunda nə daha avtomatik olaraq F-dir. 3 dənəli olduğuna görə. Deməli, M6 nə oldu? F oldu. M6-nın kəsişdiyi digər, bir dəqiqə burada baxaq, doğru mu tapdıq? Həm C ilə, həm Y ilə kəsişən. C nə idi? M2, M6. Ha, burada yerini səhv yazmışıq. Biz M2 buradır. Hə, həm C ilə, həm Y ilə kəsişən. M1 var. M1-in kəsişdiyi, deməli, yəni M1-ə əgər mən F desəm, bu da var. Amma bunun kəsişdiyi digər element, yəni M6 3 element dedim. Ona görə mən bunu götürə bilmərəm. Çünki F-də biri 3 element, 4 element olmalıdır. Digər ikisi isə 2 ementdə olmalıdır. Ona görə F1-ə M1-ə deyə bilərəm. M1-in kəsdiyi M2 2 xəttidir. M4 2 xəttidir. M8 olsa 7. Onda belə çıxır ki, F1-in, yəni M1-in kəsdiyi digər element, əgər biri C-dirsə, digəri Y-dirsə, avtomatik bura nə qalır? H. Bizə də F ilə H arasındakı yolu soruşur. Avtomatik tapırıq 20. B variantı, C variantı. 35 yenə eyni sualdır. 35-də yenə eyni formada tapacağıq. Ən çox xətti olanlar burada yoxdur. Çünki hamısında demək olar ki, 3-dür, 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 3-dür. Yerdə qalan 3-ündə isə 2-dir. İndi burada yenə bir məntiq irəli sürə bilərik. C-dən kəsdiyi biri 3-dür, biri 2-dir. Eyni şəkildə C-də də biri 2-dir, biri 3-dür. Amma B-nin kəsdiyi hər iki element
3 xəttidir. Ona görə biz ikidə xəttlərin çeşidlərinə baxmalıyıq. İki xətti nə var? M1 var. Yəni 2 qiymətli. M1-in çeşidi 3 elementlidir. Biri, digəri 2 elementli. Deməli M1 B ola bilməz. Daha növbəti M3-ə baxa bilərik. M3-ün çeşidi yenə biri 2 xəttidir, biri 3 xəttidir. Ola bilməz. M4-ə baxırıq. M4-ə baxıram. Onun çəkişməsi olan M2-nin də 3 qiyməti var, M7-nin də 3 qiyməti var. Deməli, onda belə çıxır ki, M4 B-dir. M4 B-dir. İndi B-nin çəkişməsi olanların hər ikisi biri F-dir deməli. Biri D-dir. Hı hı. Üçlənənlərdən F-in xüsusiyyəti nədir ayrı olaraq? F-in xüsusiyyəti odur ki, F-in kəsdiklərindən ikisi 2 xəttidir, biri 3 xəttidir. O zaman B ilə kəsişməsi olan 3 xəttlərə baxacağam. Onsuz da 2 dənədir, ikisi də 3 xəttidir. M2. M2-nin kəsişməsi M1 2 xətt, 2 qiymətlidir. M4 2 qiymətlidir. M5 3 qiymətlidir. Amma bizdə necə olmalıdır? F-in həqiqətən də ödəyir də 2 dənə qiymətli, bir dənə 3 qiymətli. Onda belə çıxır ki, bizim M2-miz nə imiş? M2-miz F imiş. Artıq tapdım. Birinin F-i tapdım. İndi mənim məqsədim A-nı tapmaqdır. İndi F-in kəsmələrindən biri M1-dir, digəri M4-dür, digəri M5-dir. M4-ün olsa bilən B-dir. İndi F-in kəsməsi olanlar həm F-lə, həm B-ilə B-nin bir dəqiqə, B-nin F-lə B-ni tapmışamsa, indi B-nin kəsməsindən biri B-dir, digəri A-dır, digəri C-dir. Ona görə F-in kəsməsində 2 dənə olanlar növbətisi C olacaq. Çünki bir avtomatik B-dirsə, o zaman belə çıxır ki, M1 C-dir. Çünki 2 dənə kəsməsi var. Bu onsuzda B-dir. M5 onda nə qalacaq? A qalacaq. M5-ə də A. Bizə də F ilə A-nın kəsməsini istəyir. O deyir 5. Hə, bizə başqasını da soruşur. D ilə B, deməli DB üstə gəl F-A-nı soruşur. İndi biz B-ni tapmışıq, F-i tapmışıq, A-nı C-ni tapmışıq. O zaman burada C yazacağıq. M2 F'dir. M5 A'dır. İndi D-ni tapmalıyıq. Hə, B-nin əgər bir kəsməsi F-dirsə, digər kəsməsi avtomatik D-dir. O zaman burada M7-də D olacaq. O zaman B ilə D arasındakı məsafə bura 53. F ilə A arası da 5. 53 ilə də 5-in cəmi 58. 36. Eyni tipli sualdır. A məntəqəsindən H məntəqəsinə gedən ən uzun yolun uzunluğu nə qədərdir? Hə, hər bir yolun uzunluğu bu yolu təşkil edən tillərin sayı hesab olunur. Deməli belə çıxır ki, biz A-dan H-a ən çox neçə yol keçməliyik, onu soruşur. Ta ki mən A-dan H-a gəlmək istəyirəmsə, birbaşa gələ bilərəm. A, D, Y, H. Burada 3 dənə yol var. Təpə nöqtəsindən birini çıxırıq say tapanda. Başqa görək hansı yollarla gedə bilərik? A, B, Y, H. A, B, D, Y, H. A, B, Y, H. Onsuz bu yenə 3 olacaq. A, B, D, Y, H 4 olacaq. Daha sonra görək necə gedə bilərik. Mən gedərəm A, C, D, daha sonra C, H. Bu da neçə olacaq? 1, 2, 3, 4 olacaq. Daha sonra başqa görək necə getmək olar. Hələ ki 3-dən 4-ü tapmışıq. Görək daha çox necə artıra bilərik. Başqa hansı yolla?
Gedək. Mhm. Buradan bu formada gedə bilərik. İki dənə yol. İndi Y-yə qədər biz ən uzun yolu tapmalıyıq. Y-yə qədər də biz A, C, D, Y, F, H. Deməli A, C, D, Y, F, H. Ən uzun yol bu olar. 1, 2, 3, 4, 5. 3 tapmışdıq, 4 tapmışdıq, 5 tapdıq. Daha sonra 1, 2, 3, 4 yenə eyni sayı olacaq onsuz da 5. Daha sonra tapa bilərikmi? Bir də 5-dən o tərəfə yoxdur elə. Yəni başqa yol tapsaq belə cavab elə yenə də yekunda 5 olmuş olacaq. 5. Ona görə D variantım. 37. Yenə F məntəqəsindən keçməklə A məntəqəsindən C məntəqəsinə qədər neçə müxtəlif yol var? Deməli, F-dən keçməklə. Hökmən F-dən keçsin deyir. Hökmən F-dən keçsin deyirsə, F-dən keçməyənlər götürülməyəcək. Yəni, bura mənə lazım deyil. Daha sonra baxaq görək. F-dən keçmədən. Buradan gəlib F-ə gedəcək. Məsələn, bu yol bizə lazımdırmı? Bu yol bizə lazım deyil. Çünki bu yol F-i görmür. Başqa bir də bu yol bizə lazım deyil. Çünki buradan gələnlər buraya gedəcək. F-ə ki, amma bu formada çıxıb gedə bilərlər. Onca çıxan yuxarı çıxan yolu saxlayırıq. Bəs sonra başqa hə bu yolu niyə saxladıq? Çünki F-dən bura gəlib düşəcək aşağı. İndi hesablayaq. Yenə 1 1 1 1 1 burada 1 yox, burada 1 bəli. C-yə daxil olan isə 2-dir. C-dən 2 çıxacaq. Burada onda 2 yazılacaq. Gəldik bura H-a daxil olan neçədir? 1-dir, 1-dir. 2 daxil olacaq. F-ə yekunda daxil olan neçədir? F-ə buradan 2 gəlir, 2 gəlir, 2 gəlir. 6, 6, 6. 6 ilə 6-nın cəmsi olacaq. 37-dən 12 olmuş olacaq. Onda 37-ci sualın cavabı Y variantı. Keçək növbəti suala. 38. Qraf və qrafın çəkim maddəsindən əsasən C və Y məntəqələri arasındakı yolun uzunluğunu tapaq. Burası qrafı hardadır bunun? C ilə Y arasındakı. Yox, elə buradadır. Aha, C ilə F arası. Hə, burada qrafa uyğun tapmalıyıq. Qrafı yuxarıda verib. Demək, biz təpə nöqtələrini görə yenə tapaq. Ən çox nöqtəsi olan D nöqtəsidir. 1, 2, 3, 4. Bundan başqa dörtlü varmı? Yoxdur. Dörtlü olan hara var? M8 var. M8 o zaman biz yazırıq. D, M8, D. Daha sonra iki dənəli yollar olanlar. Baxaq görək hansılardır. K var, L var, C var. Amma C-nin hər ikisi 3 dənəlidir. Amma digərlərində elə deyil. K-da biri 2-dir, biri 3-dür, eyni şəkildə deyildi. Ona görə 2 dənə qiymət olanlara baxıram. Ya M2-dir, ya M4'tü ya da M7'dir. İndi baxaq, M2-nin çəkişməsinin hər ikisi, yəni C-ni tapırıqsa 3 dənəli olmalıdır. Baxıram M1-də 3 dənəlidir və M3-də də 3 dənəlidir. Deməli M2 onda bizə nə imiş? C təpəsi imiş. M2 C-dir. Məncə dəyişək buradan. Ha, M2-ni tapdıq C. Bizdən C ilə F-i soruşur. Biz indi digər tapacağımız F olmalıdır. İndi üç sənədlərə baxırıq. Deməli, F-i də necə tapa bilərik? Biri C-dir, biri D-dir. O zaman C ilə D-nin kəsişməsi olan ortaq nə var? Həm C ilə, həm M2 ilə kəsişsin, həm M8 ilə. E, həm M2 ilə, həm M8 ilə. Baxaq görək hansıdır? Həm M2 ilə, bir dəqiqə, M8 tapmışıq, doğrudur. Biz C təpəsini elə niyə görə tapdıq? 2 dənə qiyməti var. 2 dənə qiymətin də hər biri 3 dənəlidir. Baxaq görək. M1 ilə kəsişir 3 dənəlidir.
M3-dən kəsir üstdən. Hə, indi biz C-nin kəsdiklərinə baxırıq. C-nin kəsməsinin biri onsuz da nədir? F-dir. C-nin kəsməsinin biri onsuz da F olmalıdır. Digəri A olmalıdır. C-nin kəsməsi biri M1-dir, biri M3-dür. İndi M1-in kəsməsi biri həqiqətən C ilə kəsir, biri D ilə kəsir. C ilə və D ilə kəsişən hansıdır o zaman? Üstənəllərdən F-dir. F o zaman nə olur? M4 olmuş olur. Bir dəqiqə, M4 olmuş olur mu? M4'ün axı iki dənə qiyməti var. M4'ün 3 dənə yolu olmalıdır. Başqa cürə varmı? Hə, biz M1-i deyirik. M1'in 3 dənə yolu var. Hə, M1'ə biz F deyirik. M4'ü biz F deyirik. Başımı itirdim, qoy bir də baxım. Biz C ilə F'i tapmışıq. İndi 3 dənəlilərdən, 3 yol olanlardan biri C ilə kəsişməlidir, biri F ilə. 3 dənə yol olanlardan biri C ilə kəsişir, biri F ilə. F yoxa D ilə çaşıram. D ilə. Hə, burada A da var. Həm C ilə kəsişir, həm D ilə kəsişir. Həm də Y var. Biri 3 dənədir. İndi baxaq görək. Hə, amma bizə hökmən nə olmalı dedik? Biraz qarışıq sualdır bu. Hökmən C ilə kəsişməlidir və hökmən D ilə kəsişməlidir. O da A da ola bilər. Hə, F də ola bilər. İndi baxacağıq. Gör o hansıdır? Həqiqətən M1 həm C ilə kəsişir, həm D ilə kəsişir. Başqa varmı? Həm M3 də var. Həm C ilə kəsişir, həm D ilə kəsişir. Başqa yoxdur. Deməli, ya M1-dir, ya M3-dür. İndi M1-in kəsməsi olanlardan biri C-dir, biri D-dirsə, digərinə baxıram. M4. M4'ün 2 qolu var. 2 qolu olan, amma M3'ün isə 3 qolu var. O zaman belə çıxır ki, əgər mən M1-ə F desəm, F desəm M1-ə, M1-in kəsməsi birin olsa bilirik C-dir. Digər kəsməsi D-dir. Digər kəsməsi L olacaq. Niyə? Çünki M4'ün özünün neçə dənə qolu var? 2 dənə qolu var. Ona görə bizə də olsa nəyə soruşur? C ilə F-i soruşur. M1 ilə M2-nin arasında yol nə qədərdir? 15'dir. Ona görə 37-ci sualın da cavabı nə olmuş olar? Y variantı. Sonra keçək 38-ci sualın daha doğrusu Y variantı. 39 və 40. 40-a qədər baxaq, ardından sonra izah edərik. 39, 15 təpəsi var. Ee, 25 tili var. 5 ilgi, 5 ilgək. Deməli 25 tilin 5'i ilgəkdirsə 20'si düz xəttdir. 15 dənə də təpəsi var. Biz sıfırların sayını tapanda nə edirik? Bayaq dedik, 15'in kvadratından çıxırıq düz xəttlərin 2 mislin, çıxırıq tillərin öz sayını. Til deyəndə yəni ilgəklər. Bu da edir 225 çıx 45. Yəni 180. C variantı. 40-cı suala baxaq. 40-da nə deyir? 40-da deyir ki, A şəhərindən T şəhərinə gedən İ şəhərindən keçən. Yenə bayaqçı sual tipdir. İ şəhərindən keçən deyirsə, İ şəhərindən keçən deyirsə, o zaman İ-yə daxil olan xaric olanları saxlayırıq. Amma məsələn bu yol mənə lazım deyil. Çünki K-dan O-ya gələn İ-dən keçmir. Yəni bu lazım deyil. Bu da lazım deyil. Daha sonra bu da lazım deyil. Qalanları hələ ki qalsın. Baxaq. Hə. İndi nömrələyək. 1, 1, 1, 1, 1. Burada 1, 1. F-ə daxil olan indi D-ni tapmalıyıq. 3, 3, 3. Y-yə daxil olan 3.
3. Elə daxil, eli saxlamalıyıq hələ. F-ə daxil olan 4, 4. Daha sonra C'yə daxil olan 4 var, 3 var, 3 var. Başqa nə qaldı? C'yə daxil olan yoxdur. Bu devir 10. O zaman C'dən xaric olan 10'dur. Haşa daxil olan oldu 14. Daha sonra C'dən çıxan bura 10 idi. O zaman burada 10 olmuş olacaq. C'dən çıxan. Gəldik aşağıya. Elə daxil olan. Burada o zaman elə daxil olan 10'dur. Sonra 10, 3, 1. İ'yə daxil olan buradan eldən 14'dür. Daha sonra nə daxil olur? İ'yə buradan daxil olmaq var. Deməli, buradan bir dənə diqqətlə baxaq. Ee, Rəng biraz. Hə. Deməli, buradan aşağıya 14 gəlir. Buradan da 10 gəlir. Deməli, toplam buradan aşağıya düşən neçə olur? 24. Şəkli biraz daha yaxınlaşdırsaq aydın görərik. Hı -hı. Deməli, baxaq. Bura 10'dur. Şəkil çox xırda deyə görünmür. Burada 10'dur. Bura 3'dür. Bura 1'dir. O zaman bura olur 14. 14. Sonra keçirik bura. Onsuz da 10'dur. İndi gəlir burada oxunucu var. 10, 14. O zaman 24'dür. İndi yekunda i-yə neçəsi daxil olur? 24'dür. 10'u, 14'dü. Bunu da toplasaq neçə edir? 48. O zaman bura 48, 48, 48. Burada 48. O zaman burada 48. İndi burada daxil olan 48 ilə 48 də 96. T'yə də içində daxil olan 144 C variantı. Videomuzu burada saxlayaq. Ardın ikinci video kimi çəkib izah edəcəm. Hələlik sağ olun. Kanala abunə olub izləməyi unutmayın.